Susuz dəniz. Həzrət Əbəlfəzl Abbas əleyhissalamın atasının uca məqamı haqqında. Müəllif Doktor Hüseyn Yezdi. İkinci hissə. Həzrət Əli əleyhissalam 3 yaşından 33 yaşına qədər, yəni təxminən 30 il boyunca lazım olan hər şeyi Peyğəmbərə məxsus dərin elm və mənəviyyat dəryasından öyrəndi. Və bu yolda elə bir dərəcəyə çatdı ki, bəziləri bu nübüvvət şagirdini heç də ustadından əski saymadı. Bəziləri də o həzrətdən gördükləri heyrətamiz və qeyri-adi məsələlərə tab gətirə bilməyərək ifrata vardılar və qülüv edərək onu Allahlıq dərəcəsinə çatdırdılar və beləliklə tohidin əhatə dairəsindən xaric oldular. Lakin bu elm, təqva, fərasət, cihad və şücaət nümunəsi həmişə özünü Allah bəndələrindən biri sayır və kamilliyi hər nə qədər artırdısa, Allahın əzəməti də bir o qədər onun nəzərində ucalır. Allah qarşısında daha təvazükar bəndə olurdu. Subhanə Rabbiyəl azimi və bihamdi və Subhanə Rabbiyəl a'la və bihamdi kəlamlarının nə gözəl məna və təfsiri vardır. İnsan namazda rüku etdikdə Allahı əzəməti ilə yad edir. Səcdəyə getdikdə isə onu ən uca və ən böyük sifəti ilə zikr edir. Kaş ki, biz insanlar hamımız belə olaydıq və ucaldıqca daha da təvazükarlaşaydıq. Eyni ilə ağac bar verəndə başını aşağı əydiyi kimi. Həzrət Abbas əleyhissalamın atasının məqamı barədə nə qədər yazılsa və deyilsə də, yenə də haqqı ödənilməz. Əllamə Hilli rəhmətullah özünün Kəşful Həq və Nəhcus Sidq kitabında Həzrət Əli əleyhissalam barədə Qurandan 84 ayə qeyd etmişdir. Burada həmin ayələrdən 10 ayəni təbərrük olaraq nəzərinizə çatdıracaq. 1. Ləylətul Məbid. İnsanların eləsi də vardır ki, Allahın razılığını qazanmaq üçün canını verir. Həzrət Əli əleyhissalam kimi hicrət gecəsi Peyğəmbər sallavatullahın yerində yatmaqla iman və fədakarlıq nümayiş etdirir. Allah rizası üçün öz canından keçir. Allah öz bəndələrinə qarşı mehribandır. Həzrət Əli əleyhissalam Peyğəmbər sallavatullahın yerində yatmaqla onun canını düşmənlərin hiləsindən qorudu. Bu, Həzrət Əli əleyhissalamın ixlasının və fədakarlığının dəlilidir. Bir çox şiə və əhl-i sünnə rəvayətlərdə nəql etmişdir ki, ayə Həzrət Əli əleyhissalam barədə nazil olmuşdur. O, Peyğəmbərin yerində yatmaqla öz canını təhlükəyə atdı. Əslində, öz canını Allahın razılığına xatir Allaha satdı. 2. Əli əleyhissalam Peyğəmbər sallavatullahın canı kimidir. Buna görə də sənə elm gəldikdən sonra onun barəsində, İsa Məsih haqqında səninlə mübahisə edən, höccətləşən kəsə de. Gəlin biz öz oğullarımızı, siz öz oğullarınızı, biz öz qadınlarımızı, siz öz qadınlarınızı, biz özümüzü, siz də özünüzü, bizim canımız kimi olan kəsləri çağıraq. Sonra bir-birimizə nifrin edək. Beləliklə Allahın lənətini yalançılara yağdıraq. Peyğəmbər sallallahu bu hadisədə İmam Həsənlə İmam Hüseyn əleyhissalamı oğulları, Fatimə salamullah əleyhanı qadın və Əli əleyhissalamı canı kimi mübahiləyə, yəni ayədə işarə olunan qarşılıqlı nifrin etmə mərasimini apardı və kafirlər təslim oldular. Bu, mübahilə ayəsi adlanır və Əhl-i Beyt əleyhissalam barədə nazil olmuşdur. Bu ayə onu göstərir ki, Əli əleyhissalam Peyğəmbər sallavatullahın canıdır. Ayədə işlənən özümüz, ənfusəna kəlməsində çox önəmli bir məqama işarə olunmuşdur. Bu sözün şamil olduğu kəs, kamillik və nəfsani səciyyələr baxımından elə bir həddə çatmalıdır ki, Peyğəmbər sallavatullahın canı hesab edilə bilsin. Qeyd edildiyi kimi, özümüz sözünün şamil olduğu şəxs Həzrət Əli əleyhissalamdır. 3. Ümmətin Həzrət Əli əleyhissalama itaət etməsinin vacibliyinin dəlili. Ey iman gətirənlər! Allaha itaət edin, onun Peyğəmbərinə,
və Peyğəmbərin məsum canişinləri olan öz əmr sahiblərinizə tabe olun. Beləliklə, əgər din və ya dünya işlərindən bir şey barəsində mübahisəniz olsa, Allaha və axirət gününə imanınız varsa, onu Allaha və onun Peyğəmbərinə həval edin. Dini ixtilafı şəriət alimi, dünya barəsindəki ixtilafı isə qazi vasitəsilə Allahın kitabına və Peyğəmbərin sünnəsinə əsaslandırın. Bu, sizin üçün daha xeyirli və nəticə baxımından daha gözəldir. Bu ayə ümmətin Həzrət Əli əleyhissalama itaat etməsinin vacibliyinin dəlilidir. Bir rəvayətdə İslam Peyğəmbəri salavatullahın xas səhabəsi Cabir ibn Əbdullah Ənsaridən belə nəql olunur. Bu ayə nazil olduqda Allahın rəsuluna dedim: Ey Allahın Peyğəmbəri, Allahı və onun Peyğəmbərini tanıdıq. Bəs Allahın öz itaati ilə yanaşı onlara da itaat etməyi vacib etdiyi əmri sahibləri kimlərdir? Həzrət buyurdu: Ey Cabir, onlar mənim canişinlərim və məndən sonra müsəlmanların imam və rəhbərləridir. Onların birincisi Əli ibn Əbi Talibdir. Ondan sonra Həsən, Hüseyin, Əli ibn Hüseyin, sonra Tövratda Baqir kimi tanınan Muhammed ibn Əlidir. Ey Cabir, sən tezliklə onu görəcəksən. Onu gördükdə mənim salamımı ona çatdır. Ondan sonra Cəfər ibn Muhammed, Musa ibn Cəfər, Əli ibn Musa, Muhammed ibn Əli, Əli ibn Muhammed, Həsən ibn Əli, sonra Həsən ibn Əlinin oğlu. Adı və künyəsi mənimlə eyni olan Allahın yer üzündəki höccəti və insanlar arasında Allahın zəxirəsi Bəqiyyətullah Muhammeddir. O elə bir kəsdir ki, Allah onun vasitəsilə öz zikrini dünyanın hər yerinə yayacaq. O elə bir kəsdir ki, şiyələri və dostları arasında gizli qalar, qeyb dövrü yaşayar. Qəlblərindəki iman Allah tərəfindən imtihan olunan kəslərdən başqa, o dövrdə heç kəs imanında sabit qala bilməyəcək. Cabir deyir, Peyğəmbərdən soruşdum: Ey Allahın Peyğəmbəri, onun qeyb dövründə şiyələr ondan bəhrələnə biləcəklərmi? Həzrət buyurdu: Bəli, məni Peyğəmbərliyə çəkən Allaha and olsun, onlar bulud arxasında olsa belə günəşin nurundan bəhrələndikləri kimi qeyb dövründə ondan nur alacaq və vilayətindən bəhrələnəcəklər. Ey Cabir, bu söz Allahın gizli sirri və elmidir. Ona görə də bunu əhlindən başqa heç kəsə demə. 4. Həzrət Əli əleyhissalamın vilayəti dini kamilləşdirən və neyməti tamamlayandır. Bugün kafirlər dininizdən, onu məhv edə bilmədikləri üçün əllərini üzdülər. Onlardan qorxmayın, məndən, mənə qarşı çıxmaqdan qorxun. Bugün dininizi sizin üçün kamil etdim, sizə olan neymətimi tamamladım və sizin üçün əbədi din olaraq İslamı qəbul etdim. Bu ayə Əmir-əl-Mominin Əli əleyhissalamın xilafəti barədədir və dinin kamilləşdiyi Qədirxum günündə nazil olub. Ayədəki 2 dəfə təkrarlanan bu gün sözü barədə təfsirçilər arasında fikir ayrılığı vardır. Yəni, o hansı gündür ki, bu 4 xüsusiyyət orada toplanıb? Həm kafirlər məyus olublar, həm din kamil olub, həm Allahın neyməti tamamlanıb, həm də Allah bütün dünya əhli üçün İslamı bir din kimi seçib. Bütün şiə təfsirçilərinin nəzərinə əsasən, həmin gün Zilhiccə ayının 18-ci günü, yəni mübarək Qədirxum günüdür. Allahın Rəsulu salavatullah həmin gün Həzrət Əli əleyhissalamı rəsmi şəkildə öz canişini təyin etdi və cəmaata tanıtdırdı. Rəvayətdə deyilir ki, Peyğəmbər salavatullah Qədirxumda Həzrət Əli əleyhissalamı cəmaatın üzərində əmr sahibi kimi elan etdi və cəmaat dağılmamış bu ayə "Bugün dininizi sizin üçün kamil etdim" nazil oldu. Bu zaman Peyğəmbər salavatullah buyurdu: Allahu Əkbər, Allahın dini kamil oldu və neyməti tamamlandı. Allah mənim risalətimdən və Əlinin məndən sonraki vilayətindən razıdır. Mən kimin mövlasıyamsa,
Əli də onun mövlasıdır. İlahi, onu sevəni sən də sev və ona düşmən olana sən də düşmən ol. Ona kömək edənə kömək et, köməyini əsirgəyəndən sən də köməyini əsirgə. 5. Rükû halında zəkat vermək. Sizin haminiz və rəhbəriniz yalnız Allah, onun peyğəmbəri və iman gətirən, namaz qılan və rükuda olduqları halda zəkat verənlərdir. Bütün təfsirçilər və əhl-i sünnə təfsirçilərinin əksəriyyəti iman gətirən, namaz qılan və rükuda olduqları halda zəkat verənlər ifadəsindəki məqsədin Əli ibn Əbi Talib əleyhissalam olduğunu aşkarcasına bəyan etmişlər. İmam Baqir əleyhissalam buyurur: İslamı qəbul etmiş bir dəstə Yəhudi Allah Rəsulunun yanına gəlib dedi: Ey Allahın Peyğəmbəri, Həzrət Musa özünə Yuşə ibn Nunu canişin olaraq təyin etmişdi. Bəs sizin vəsiniz və sizdən sonra bizim rəhbərimiz kimdir? Bu zaman Maidə surəsinin 55-ci ayəsi nazil oldu və Peyğəmbər buyurdu: Qalxın! Sonra hamı qalxıb məscidə tərəf hərəkət etdi. Ora çatdıqda məsciddən bir dilənçi çıxdı. Allahın Rəsulu ondan soruşdu: Sənə kimsə nəsə verdimi? O dedi: Bəli, bu üzüyü verdilər. Həzrət buyurdu: Onu sənə kim verdi? Dilənçi Həzrət Əlini göstərib dedi: O namaz qılan kəs. Həzrət soruşdu: Üzüyü sənə verəndə nə edirdi? O dedi: Rükû halındaydı. Bu zaman Peyğəmbər təkbir dedi. Məsciddə olanlar da təkbir dedilər. Sonra Həzrət buyurdu: Məndən sonra Əli sizin rəhbərinizdir. Cəmaat dedi: Nə yaxşı ki, Allah bizim Rəbbimiz, Muhammed Peyğəmbərimiz, Əli ibn Əbi Talib isə vəlimiz və rəhbərimizdir. 6. Peyğəmbər salavatullahın vasitəsilə Həzrət Əli əleyhissalamın vilayətinin rəsmi və qəti elan olunması ilahi risalətin, peyğəmbərliyin yerinə yetirilməsinə bərabərdir. Ey Peyğəmbər, Rəbbin tərəfindən sənə nazil olanı çatdır. Əgər bunu etməsən, elə bil ki, onun heç bir tapşırığını çatdırmamısan. Allah səni insanlardan, onların fitnə və şərindən qoruyacaq. Şübhəsiz, Allah kafirlərin dəstəsini hidayət etməz. Bu ayə Qədir-Xum günündə nazil olmuşdur və ayədəki məqsəd Peyğəmbər salavatullahın Həzrət Əli əleyhissalamı özündən sonra canişin elan etməsidir və onun xilafətə rəhbər təyin olunmasıdır. Ayənin nazil olma səbəbi barədə bir çox alim və təfsirçilər demişlər ki, ayədəki məqsəd Peyğəmbər salavatullahdan sonra Həzrət Əli əleyhissalamın canişinliyinin elan olunmasıdır. Ayədəki mühüm məqam bundan ibarətdir ki, əgər bunu etməsən, elə bil ki, onun heç bir tapşırığını çatdırmamısan ifadəsi, Həzrət Əli əleyhissalamın xilafətə təyin olunmasının risalətin düzgünlük şərti olduğunu, həmçinin müsəlmanların əqidələrinin düzgünlüyünün Həzrət Əli əleyhissalamın vilayətindən asılı olmasını çatdırır. İkinci hissənin sonu.